Möminlər də qaimə hicrət etməklə imtahan edilərlər. Musanın imtahanı hicrət. Musa əleyhissalam İsrail oğulları üçün böyük bir imtahan idi. Çünki onlara göndərilən vaxt nə Fironun sarayında Misir dili danışaraq böyüdüyü üçün İbrani dilini yaxşı bilirdi, nə də İsrail oğullarının adətlərinə alışmışdı. İsrail oğullarının gözlədiyi son şey Fironun evindən çıxan bir qurtarıcı idi. Onlara görə Musa əleyhissalam Fironun oğlu olan bir Misirli idi. Eyni şəkildə qaimin zamanında da Allah möminləri Misirdə böyüyüb, Amerikaya hicrət edən və dəvətini qərbdə başlayan bir qurtarıcı verərək ələyib imtahan etmişdir. İmam Kazım əleyhissalam Mehdi və onun qiyamının haradan başlayıb, harada məskunlaşdığı barədə soruşulanda bu cavabı verdi. Sənin soruşduğun şəxsin məsəli başı qərbdə, kökü isə şərqdə olan göydən düşmüş bir sütun kimidir. Bəs bu sütun qaldırılanda haradan qalxdığını görərsən, o şəxs dedi ki, başından. İmam Kazım əleyhissalam buyurdu, kafidir, o qərbdən qiyam edər, əsli kökü isə şərqdən olar. O tərəfdə qiyam intensivləşər və məsələsi tamamlanar. Mehdi əleyhissalam və onun şərqdə böyüyüb boya başa çatması da belədir. Sonra qərbə hicrət edər və oradan qiyam edər. Şərqdə də məsələsi tamamlanar. Qaimin qərbdən gəlməsi ilə bağlı bir çox işarə var. Rəvayətlər onun əshabının çoxunun ərəb olmadığını qeyd edir. Qaimlə ərəblərdən çox az adam olacaq. Möminlərə qar və ya buz üzərində sürünməklə belə olsa, ona tərəf getmələri əmr edilib. Məlumdur ki, buz Orta Şərqdə yox, Avropa və Amerikada olur. Buz üzərində sürünməklə belə olsa, ona tərəf gedin. Anası ərəb deyil, qərbdəndir. Anası Romalıdır. Elə isə bir məsələ gözləniləndən fərqli bir yöndən gəlsə, bizim gözlənti və inancımıza zidd olsa, onu inkar edə bilməz və bunu səbəb gətirib üz döndərə bilmərik. Və bu həqiqəti öyrəndikdən sonra bəlkə də İsrail oğulları Musa əleyhissalam ilə hicrət etmək və Fironun diyarını tərk etməklə imtahan edildikləri kimi, möminlər də qaimə hicrət etməklə imtahan edilərlər.